yalnız oxucunun üzərinə günah ata bilmərik. Çünki hazırda o internet alqoritmləri dedik ki, var. Bu alqoritmlərə hədsiz dərəcədə böyük sərmayə sərf edilir ki, bu alqoritmlər elə bu sistemi formalaşdırsın. Bu sistem nədir? Alqoritmlərin süzgəcindən keçirilmiş, biraz daha faktdan bəlkə kənarlaşdırılmış, biraz daha emosiyalara bağlı, biraz daha təşvişə bağlı və dostların bəyənibsə, sən də bəyənərsən tipli bir, belə deyək, məsləhət alqoritmlərindən danışırıqsa, sözsüz ki, yalan xəbəri 2 nəfər daha çox reaksiya veribsə, o yalan xəbərlərin daha çox insana çatmağı da alqoritm səbəbindən də baş verir və buna görə də yalnız oxucunu qınamalıyıq və yaxud da oxucunun üzərinə məsuliyyət yükləməməliyik. Və elə məsələ də burada sistematik olaraq bunun belə yaranmağı da onsuz da. Yalan xəbər bizim emosiyalarımıza fokuslanmaq, hədəf almaq üçün yaradılır və biz hansı xəbərin üzərində dayanıb 5 dəqiqə, 2 dəqiqə sual verib düşünməyə özümüzə vaxt ayırırıqsa, alqoritm həmin xəbəri önəmli, dəyərli hesab eləyir və daha çox insana bölüşdürür, daha çox insanın qarşısına çıxarır. Və burada da əslində böyük bir paradoks yaranır ki, yalan xəbər deməli yalnız güclü olduğu üçün paylaşılmır, həmçinin də reaksiya doğurduğu üçün, müzakirə yaratdığı üçün, o alqoritmləri bəslədiyi üçün paylaşılır və daha çox insana çatır.